Həyatda elə anlar olur ki, nə qədər qaçsan da yerində sayırsan. Nə qədər çabalasan da işlərin düyünə düşür. Sanki görünməz bir əl sənin qarşına sətlər çəkir. Niyə mən deyirsən? Niyə başqalarının işi su kimi axır, amma mənimki daşa dəyir? Bəlkə də açarı səhv yerdə axtarırıq. Bəlkə də biz gücü yalnız öz qollarımızda axtarırıq, amma əsl gücün sahibini unuduruq. Uğur təkcə çox işləmək deyil. Uğur Allahın ol deməsidir. O ol deməsə, bütün dünya yığılsa bir yarpağı belə tərpədə bilməz. Bugün sizinlə birlikdə o sirli açarı tapacağıq. Peyğəmbərimizin çətin anlarda oxuduğu o möhtəşəm duaları, Həzrəti Əlinin uğur və zəfər haqqında qızıl tövsiyələrini öyrənəcəyik. Bu video sadəcə bir dinləmə deyil, bu video sizin ruhunuzun formatlanmasıdır. Əgər hazırsansa, gəl o bağlı qapıları birlikdə açaq. Bismillah. Əziz izləyici, gəl əvvəlcə uğur anlayışını doğru anlayaq. Müasir dünya bizə deyir ki, uğur çoxlu pul, bahalı maşın və şöhrətdir. Amma kainatın əfəndisi Həzrəti Mühəmməd sallallahu aleyhi və səlləm uğuru başqa cür tərif edir. Ona görə uğur tövfiqdir. Yəni Allahın sənin işlərini rast gətirməsi, səni xeyirli olana yönəltməsidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün səhabələrinə belə buyurdu. Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, güvənsəniz, o sizi quşları ruziləndirdiyi kimi ruziləndirər. Quşlar səhər yuvalarından ac çıxarlar, axşam isə tox qaydarlar. Diqqət edin, quş yuvasında oturub gözləmir, o uçur, o hərəkət edir. Amma ruzini verənin Allah olduğuna əmindir. Uğurun birinci sirri budur. Hərəkət səndən, bərəkət Allahdan. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm çətinliyə düşəndə, işləri ağırlaşanda bu duanı oxuyardı. Allahummə la səhlə illə mə cəaltəhu səhlən. Mənası, Allahım, sənin asanlaşdırdığından başqa heç bir asanlıq yoxdur. Sən istəsən, ən çətin işi də asan edərsən. Bu duanı əzbərləyin dostlar. İmtahana girəndə, iş görüşməsinə gedəndə, yeni bir layihəyə başlayanda bunu pıçıldayın. Çünki bu dua acizliyini etiraf etməkdir. Mən bacarmaram, sən etdirərsən deməkdir. Və Allah ona sığınan qulunun əlini heç vaxt boş qaytarmaz. İndi isə gəlin elmin qapısı, bəlağət ustası İmam Əlinin huzuruna gedək. Həzrəti Əli həm döyüş meydanında müzəffər bir sərkərdə, həm də elm məclisində bənzərsiz bir rəhbər idi. Onun uğur düsturu nə idi? İmam Əli buyurur ki, fürsət buludlar kimi gəlib keçər. Xeyirli fürsətləri əldən verməyin. Uğur oyanıq olmağı tələb edir. Allah sənə bir qapı açanda, sonra girərəm demə. Tərəddüd uğurun qatili, cəsarət isə açarıdır. Yenə Mövla Əli buyurur ki, qorxu məhrumiyyətə, utancaqlıq isə uğursuzluğa səbəb olar. Nə qədər dəqiq, elə deyilmi? Biz çox vaxt birdən alınmaz, birdən mənə gülərlər deyə qorxuruq və addım atmırıq. Amma imam deyir ki, qorxma, qorxsan məhrum olarsan. Uğur qazanmaq istəyirsənsə, İmam Əlinin bu möhtəşəm duasını oxu. Ya Rəbbim, məni nəfsimin şərrindən qoru və işlərimdə mənə çıxış yolu göstər. Məni gözləmədiyim yerdən ruziləndir. Həzrət Əli bizə öyrədir ki, uğurun ən böyük düşməni tənbəllikdir. O buyurur ki, işləmək çətindir, amma möhtac olmaq ondan daha çətindir. Buna görə də dua edərkən belə deyin, Allahım, məni tənbəllikdən və acizlikdən sənə sığınıram. Alimlərimiz Quran və hədislərdən yola çıxaraq uğurun 4 qızıl qaydasını müəyyən ediblər. Əgər həyatınızda bir sıxıntı varsa, bu 4 sütundan biri çatlayıb deməkdir. 1. Niyyət. İşə başlayarkən niyyətin nədir?
Sadəcə mən qazanım, mən məşhur olum deyirsən. Yoxsa qazanım, ailəmə baxım, insanlara fayda verim deyirsən. Niyyəti təmiz olanın yolu açıq olar. 2. Səy, yəni cəhd etmək. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, insan üçün çalışdığından başqası yoxdur. Dua etmək, oturub göydən qızıl yağmasını gözləmək deyil. Dua, tarlanı əkdikdən sonra yağış istəməkdir. Tarlanı əkməyən yağış duasına çıxmaz. 3. İstiğfar, yəni bağışlanma diləmək. Bəzən günahlarımız uğurumuzun qarşısını kəsər. Bir qıfıl kimi yolumuzu bağlayar. Həzrəti Mühəmməd sallallahu aleyhi və səlləm buyurur, kim çoxlu istiğfar edərsə, yəni Allahdan bağışlanma dilərsə, Allah ona hər dərddən bir çıxış yolu, hər kədərdən bir qurtuluş və onu gözləmədiyi yerdən ruziləndirər. Uğurun açarı əstəğfirullah deməkdə gizlidir. Və nəhayət, səbir. Uğur bir gecədə gəlmir. İmam Əli buyurur ki, səbir zəfərin açarıdır. Tələsən insan büdrələr, Allaha güvənən insan isə gözləməyi bacarar. İndi isə gəlin, ruhumuzu uğura kökləyək. Gözlərinizi yumun, dərindən nəfəs alın və Allahın o gözəl isimlərini, Əsmaül Hüsnanı qəlbimizdə təkrar edək. Çünki qapıları açan bu isimlərdir. Ya Fəttah, Ya Fəttah, Ya Fəttah. Yəni, ey bütün xeyir qapılarını açan, mənim də üzümə bağlanan qapıları aç. Ya Rəzzaq, Ya Rəzzaq, Ya Rəzzaq. Ey sonsuz ruzi verən, məni, elimi, evimi bərəkətləndir. Ya Vəkil, Ya Vəkil, Ya Vəkil. Yəni, səni özümə vəkil etdim, işlərimi sənə tapşırdım. Sən ən gözəl vəkilsən. Təkrar edin, mən bacaracağam, çünki Rəbbim mənimlədir. Mən qorxmuram, çünki Allah ən böyükdür. Mənim uğurum ancaq Allahdandır. Əziz dost, bu videonun sonuna gəldik, amma sənin üçün yeni bir başlanğıc başlayır. Unutma, uğursuzluq yıxılmaq deyil, uğursuzluq yıxıldığı yerdə qalmaqdır. Həzrəti Yusifi quyudan çıxarıb Misrə sultan edən Allah səni də bu çətinlikdən çıxarıb aydınlığa qovuşturmağa qadirdir. Yetər ki, sən ipin ucunu buraxma. Bugün bir qərar ver. Şikayət etməyi burax, dua etməyə başla. Tənbəlliyi burax, hərəkət etməyə başla. Qorxunu burax, təvəkkül etməyə başla. Əgər bu dualar, bu kəlamlar qəlbinə bir işıq saldısa, xahiş edirəm bu videonu bəyənərək dəstək ol. Kanalımıza abunə ol ki, bu müsbət enerji həlqəsi böyüsün. Və rəy bölməsində Ya Fəttah yaz. Qoy bu rəy bölməsi minlərlə insanın dua məclisinə dönsün. Kim bilir, bəlkə də qapını açacaq olan o son açar, sənin yazacağın o səmimi rəy olacaq. Allah işlərinizi avant, yolunuzu açıq, uğurunuzu daim etsin. Dualarda görüşənədək Allah amanında.